Vulkanik ve sivri ucu qayalıqlardan da göründüyü kimi istiqamətimiz Sivrihisardır. Əskişəhərin ən böyük rayonu, Molla Nəsrəddinin, Yunus Emre kimi bir çox görkəmli türk şəxsiyyətlərinin doğulduğu diyardır Sivrihisar. Az qala Türkiyənin əksər şəhərlərində gördüyüm rəngli evlər, məhəllələr arası dar küçələr, insanı içinə girməyə məcbur eləyən fərqli dizaynlı dükanlar, kafelər, ən əsası qədim tarixi ilə haqqında söz etdirən bir rayondur Sivrihisar. Yolumuzu buradan salmışkən şəhərin bələdiyyə sədri Habil Dökməci ilə də görüşdük. O 31 mart 2024-cü ildə bələdiyyə seçimlərində qalib oldu. Doğulub, boya başa çatdığı Sivrihisarda bələdiyyə başqanı seçilən Habil başqanı tanımaq xoş oldu. Yaklaşık 10 yıldır Sivrihisar'dayım. Tabii Sivrihisar'da olmamın sebebi Eskişehir Büyükşehir Belediyesi Eski Genel Müdürlüğü Bölge Koordinatörü olarak 2015 yılından itibaren Sivrihisar'da görev yapıyorum. 2024 Mali İdareler seçiminde de Cumhuriyet Halk Partisi'nden Sivrihisar Belediye Başkanı olarak seçildim ve bu tarihten itibaren de vatandaşlarımıza hizmet etmeye devam ediyoruz. Ürəkdən qarşılaması, səmimiyyəti ilə olduqca maraqlı söhbətimiz oldu. Hələ mövzu Azərbaycandırsa. Azerbaycan bizim kardeşimiz, onlar bizim her şeyimiz. Azerbaycan benim düşünceme göre Azerbaycan demek bir Türkiye demektir. Türkiye demek Azerbaycan demektir. Ben kendi şahsi görüşüm Türkiye'de neyse Azerbaycan'ın da hangi problemi olursa gerekirse kendimiz yürüyerek gider Azerbaycan'da Azerbaycan halkıyla birlikte onların yolunda ilerleriz. Ben Azerbaycan halkına, kardeşlerime buradan selamlar gönderiyorum. Namı məşhur Sivrihisarı görməyə gəldik. Bir bələdiyyə sədri olaraq sizcə insanlar niyə bura gəlməlidir? Bu yerdə onlara cazibədar görünəcək nələr var sualını ünvanladıq Habil bəyə. Cavab isə belə oldu. Sivrihisar bir medeniyetler diyarı. Sivrihisar'da Hamdi babalar var, Nasrettin hocalar var, Yunus Emre'ler burada. Yani saymakla bitiremeyeceğimiz bütün alimlerimiz, ulemalarımız, yani ülke için bütün elini taşın altına koymuş çoğu insan Sivrihisar'dan bir yoldan geçmiştir, Sivrihisar'dan geçmiştir. Hızır Bey, Nasrettin hocamızın doğduğu yer ve şunu da buradan tekrar belirtmek istiyorum. Öldüğü yer de Sivrihisar'dır. Vefat ettiği yer. Çünkü mezar taşı Sivrihisar'da bulunmuştur. Önümüzdeki süreçte bunun bilimsel açıklamaları da yapılacaktır. Sivrihisar'ın her toprağında, her karış toprağında bir tarih vardır. İşte Sivrihisar'ı gezmek gerekiyor, gelmek gerekiyor. Buradan bizleri izleyen tüm vatandaşlarımıza sesleniyorum. Mutlaka ömrünüzde bir defa Sivrihisar'a gelmeniz gerekiyor ve geldiğiniz zaman da buradan ayrılamayacağınızı söyleyebilirim. Bəli, yollandıq tur rəhbəri ilə Sivrihisarı gəzməyə. Bursada, Afyonkarahisar, Kütahya kimi bir çox şəhərlərdə rast gəldiyim Ulu Camiyə Sivrihisarda da rast gəldim. UNESCO-nun dünya irs siyahısına daxil olan Sivrihisar Ulu Caminin Anadoluda Səlcuqlar dövründən günümüzə qədər gəlib çatan nadir taxta sütunlu məscidlərin bəlkə də ən böyüyüdür. Məscidin damı 67 taxta sütunla dəstəklənir ki, onlardan 19-u mərmər sütun başlıqlarına malikdir. 4 giriş qapısı olan Ulu Caminin minbəri isə əsl sənət əsəridir. Çünki minbərin hazırlanmasında mismardan istifadə edilməyib. Xüsusi mühafizə üsulu ilə əsrlərdir günümüzə qədər gəlib çatıb. Məsciddə isə 2500 nəfərin ibadəti mümkündür. Sivrihisar Ulu Məscidin düz yanında möhtəşəm Aləmşah türbəsi var. Türbə Səlcuqlu dönəminin ən gözəl nümunələrindəndir. Aləmşah türbəsi 1328-ci ildə Məlik Şah tərəfindən şəhid olan qardaşı Sultan Şah üçün tikilib. Zaim Ağa Köşkü. Bu köşk Türkiyə Böyük Millət Məclisi hökuməti və Nazirlər Şurasının ilk dəfə Ankara xaricində bir araya gəldiyi, Qurtuluş Savaşı zamanı və ən kritik bir zamanda mühüm qərarların qəbul edildiyi yeganə malikanədir desək daha doğru olar. Atatürkün xüsusi olaraq qonaq edildiyi bu malikanə bugün Sivrihisarın ən görkəmli muzeylərindən biri sayılır. Osmanlı dönəmində Sivrihisara kütləvi erməni köçü başlayır. Bu səbəbdən burada erməni evlərinə və ibadət yerlərinə də rast gəlmək mümkündür.
Türkiyənin ən böyük kilsələrindən biri məhz bu Sırp Yerortutun erməni kilsəsidir. 1650-ci ildə inşa edilən kilsə erməni məhəlləsinin ortasında Sivrihisarın məşhur Saat qülləsinin ətəyində tikilib. Saat qülləsi demişkən, Seyir təpəsi olaraq da bilinən bu qüllə Sivrihisarı ən yüksək nöqtədən görə biləcəyimiz, qırmızı kirəmitli evlərin mənzərəsindən zövq alaraq çay və ya qəhvə içəcəyimiz yerlərdən biridir. 1899-cu ildə tikilən 12 metr yüksəkliyi olan Saat qülləsi Sivrihisarın ən əhəmiyyətli simvollarından biri sayılır. Türkiyənin bir çox şəhərində Saat qülləsinə rast gəlmək mümkündür. Lakin Sivrihisar Saat qülləsinin özəlliyi isə saatın hər yarım saatda bir dəfə olmaqla, hər saat tamam olduqda isə 1 dəqiqə ərzində fasilələrlə 2 dəfə vurmasıdır. Sivrihisar Mədəniyyət Evi Sivrihisar Bələdiyyəsi tərəfindən 2020-ci ildə bərpa edilərək xalqın istifadəsinə verilib. Bu muzeydə Sivrihisar adət-ənənələri, yerli geyimləri və mətbəx mədəniyyəti nümayiş etdirilir. Sivrihisara yolunuz düşərsə, Kilim muzeyinə mütləq baş çəkin. Sevincli və kədərli xatirələrlə tikilən kilimlərin hekayəsi sizi sözün əsl mənasında duyğulandıracaq. Bu muzeydə həmçinin pulsuz kilim dərsləri də keçirilir və sonra həmin əl işləri satışa çıxarılır. Məhz bu səbəbdən Sivrihisar Kilim Muzeyi Türkiyənin ilk tətbiqi xalça muzeyi kimi 2019-cu ildən fəaliyyətdədir. Və ən əsası, az qala günümüzün bir neçə saatını həsr edə biləcəyiniz Açıq Hava Heykəl Muzeyi. Uçurumun kənarında inşa edilən və təxminən 100 min kvadrat metr sahəni əhatə edən Açıq Hava Heykəl Muzeyi məşhur Mətin Yurdanurun əsərləri ilə doludur. Burada Atatürk, Nəsrəddin Hoca, Qaracaoğlan, Yunus Əmrə, Nənə Xatun, Yaşar Kamal olmaqla 100-dən çox məşhurun heykəli var. Bundan əlavə, bu Türkiyənin ilk açıq səma altında heykəltaraşlıq muzeyidir və nadir muzeylərdən sayılır. Qeyd eləyək ki, heykəltaraşın bu muzeyə heykəlləri mütəmadi olaraq da əlavə edilir. Sivrihisara məxsus yeməklərə gəlincə, burada rəsmi qeydiyyatdan keçən, sırf Sivrihisara xas olan təsdiqlənmiş arabaşı, Sivrihisar döymə sucuğu, kələm dolması, muska sulu paxlavası və höşmerim tatlısı var. Azərbaycan mətbəxinin ən çox sevilən yeməyi olan kələm dolmasına burada rast gəldiyimə heyrət elədim. Ermənilərin özünükləşdirməyə çalışdığı və özlərindən sonra Sivrihisara ənənə olaraq saxladığı kələm dolması bizim dolmadan bir qədər fərqlənir. Belə ki, burada olma sulu və bol acılıdır. Yolunuzu buradan salsanız, mütləq bamya şorbasını, muska paxlavasını dadmadan getməyin. Bir sözlə tarixi, mədəniyyəti, gözəl mənzərəsi ilə Sivrihisar həqiqətən də bir başqadır. Habil Başqan haqlı idi. Bura gəlsəniz, dəqiq ayrılmaq istəməyəcəksiniz.